Elcünün cinayəti ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq açıqlama yaydı ki, güya Elcün özünü binanın yuxarısından atıb. Eləmi? Sual ortaya çıxır. Elcün yuxarıdan özünü atıb da. Deyil, təxribat deyil. Dövlət Təhlükəsizlik Xidməti açıqlamada niyə iştirak edir? Qoy Daxili İşlər Nazirliyi açıqlama versin. Qoy Baş Prokuror versin, açıqlama verməlidir. Amma niyə DTX açıqlama verir? Cavab budur ki, insanlar prokurorluğa və polisə inanmırlar. Dövlət Təhlükəsizlik Xidməti DTX-nı da bu açıqlamaya qatıb ki, İlham Əliyev. DTX da bu işdə iştirak edirdi. Yəni inanın buna. Amma yenə də xalq inanmadı. Bugünkü açıqlamada deyirlər ki, Elcün telefonunu satıb borclarını verib. Gedib sigaret alıb sonra özünü atıb edibdi. Baxın ha, ya söhbətə bax ha. Telefonunu satıb sigaret alıb. Amma Elcünün anası deyir ki, uşağın telefonu və əşyaları prokuraturadadır, bizə verməyiblər. Bəs niyə görə yalan danışır bu 3 dənə qurum? Əsas məqamda niyə Elcünün telefonunun satıldığını deyirlər? Çünki Qabil Türkoğlu açıqlamasında bildirmişdi ki, Elcün telefonunla çəkiliş edib sonra polis tərəfindən xalqa belə görüntü verirlər ki, yəni baxın ha, Qabil yalan deyirmiş ha, telefonu satıb. Bu telefonla çəkiliş versiyasını ləğv eləmək üçün belə yalançı açıqlama veriblər ki, güya ki Elcünün telefonu olmayıb, o sigaret almaq üçün telefonunu satıbmış. Puh yüzünüzə sizin. Əlin Ağayev, puh yüzünə sənin. Ay Kamran Əliyev, arvadını Əlin Ağayevin altına qoyan, puh yüzünə sənin. Ay Ramil Usubova qoyduğuna görə nazir olan Vilayət Eyvazov, puh yüzünüzə sizin. İlkin yalancı versiyanı açıqladığı üçün prokurorluq və polis həmin versiyanı dəyişib, yəni kiminsə üzərinə yıxmaq versiyasından daşınıb versiyasına keçdilər və elə versiyanı irəli sürdülər. Çünki mən demişdim ki, kiminsə boynuna yıxacaqlar. Dəyərləmədənlər gördüyünüz kimi, mənim hər iki kəlməmin ikisi də düz gəlməsin. Heç olsa 10 gün demişəm, İlham Əliyev də 10 gün demişdi. 10 günə, 11-ci günə keçə bilməzdi. Çünki İlhamın ağzından çıxan sözüydü bu.